ABŞ İsrailin İranda 3 gündür davam edən hərbi əməliyyatları və İranın bu hücumlara ərəb ölkələrində cavab verməsi nəticəsində ölən və yaralananların sayı artmaqdadır. Martın 1-də İran Qızıl Ay Para Təşkilatı İranın 131 şəhərinin hücuma məruz qaldığını, azı 555 nəfərin öldüyünü açıqlayıb. Martın 1-də gecə Tehranda güclü partlayışlar eşidilib, İran Dövlət Televiziyasının yayımları dayandırılıb. İrandan atılan balistik raket İsrailin Beyt Şəmer şəhərində yaşayış məhəlləsinə düşərək 9 nəfərin həyatına son qoyub. Tel-Əviv və Qüds şəhərlərində sirenalar, partlayış səsləri eşidilib. ABŞ tərəfindən terror qruplaşması kimi tanınan Hizbullah İsrailə raket və dronlar atdığını təsdiqləyib və İsrailə hücumun Əli Xamneyinin öldürülməsinin qisası olduğunu açıqlayıb. Martın 2-sinə keçən gecə İsrail Livanda Hizbullah hərəkatının mövqelərini vurub və Livanın xəbər agentliyinin məlumatına əsasən nəticədə 31 nəfər ölüb, 149 nəfər yaralanıb. İsrail ordusu martın 2-sində bildirib ki, Beyruta zərbə nəticəsində Hizbullahın kəşfiyyat qərargahının başçısı Hüseyn Maklet öldürülüb. ABŞ-ın böyük qəzəb əməliyyatı adlandırdığı hücumların miqyası artır və region ölkələrinə də sıçramaqdadır. Səudiyyə Ərəbistanı İranın hücumlarından sonra ən böyük neft emalı zavodlarından birini qismən bağlayıb. Ras Al Tanura neft emalı zavodu 2 dron tərəfindən hədəfə alınıb, lakin onlar ələ keçirilərək məhv edilib. ABŞ Mərkəzi Komandanlığı açıqlayıb ki, son 3 gündə ABŞ ordusunun 4 hərbçisi həlak olub, 5 nəfər ağır yaralanıb. Təəssüf edirəm ki, bu rəqəm ehtimal ki artacaq. ABŞ prezidenti Donald Trump hərbi əməliyyatların 4 həftəyə qədər çəkəcəyini deyib və İran xalqına müraciət edərək bu fürsətdən yararlanmağa, ölkələrini geri almağa çağırıb. Bu həmişə 4 həftəlik bir proses olub. Təxminən 4 həftə çəkəcəyini təxmin etmişik. ABŞ Müdafiə naziri Pete Hegseth martın 2-sində brifinqində bildirib ki, ABC-ın İrandakı missiyasının məqsədi İranın raketlərini və hərbi dəniz qüvvələrini məhv etmək, həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bura İraq deyil, bu sonsuz deyil. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn isə hərbi məqsədlərə çatmağın vaxt aparacağını və bəzi hallarda çətin və ağır olacağını vurğulayıb. Bu bir gecəlik əməliyyat deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru martın 1-də açıqlamasında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücum etdiyinə dair heç bir əlamət olmadığını deyib. Agentlik İranın nüvə rəsmiləri ilə əlaqə saxlamaq üçün səylər etdiklərini, lakin indiyə kimi bir cavab ala bilmədiklərini əlavə edib. Əlriza Ərafi Xamneyinin yerinə şuraya təyin olunub. Prezident Məsud Pezeşkiyan və məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni də olduğu 3 nəfərlik şura İranı idarə edəcək. Ekspertlər şurası daha sonra yeni ali lider seçmək üçün toplana bilər. Sepah generalı Məcid İbn Əlrizani müvəqqəti müdafiə naziri təyin edilib. O həlak olmuş nazirin birinci müavini olub. Amerika prezidenti açıqlamalarında İranın yeni rəhbərliyi ilə danışıqlara hazır olduqlarını desə də, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Larijani bildirib ki, Tehran Vaşinqtonla danışıqlar aparmayacaq. İranda bir neçə ölkənin səfirliyi bağlanıb. Reuters yazır ki, İrandan Azərbaycana 192 nəfər təxliyə olunub. Onlardan 82-si Azərbaycanlıdır. Reuters agentliyi yüzlərlə İranlının sərhədi keçib Türkiyəyə daxil olduğunu yazır. Türkiyə İrandan gündəlik səyahət edənlərin girişinə icazə verməyəcəyini açıqlasa da, şahidlər yüzlərlə İran vətəndaşının Kapıköy sərhəd keçid məntəqəsindən ölkəyə daxil olduğunu deyir. Çin Xarici İşlər Nazirliyi bir vətəndaşının öldüyünü və 3000 nəfərin təxliyə edildiyini yazır. Körfəz ölkələrinin hava məkanları bağlı qalır, 3400-dən çox reys ləğv edilib. Reuters agentliyinin məlumatına görə, İspaniyanın Xarici İşlər Naziri José Manuel Alvarez ölkəsinin hərbi bazalarının İrana hücum üçün istifadəsinə icazə verilməyəcəyini bildirib. Böyük Britaniyada bazalarının İrana hücum üçün istifadəsinə icazə verməyib. İ3 kimi tanınan Fransa, Almaniya və Britaniya lazım gələrsə, İrana qarşı müdafiə tədbirləri görməyə hazır olduqlarını bəyan ediblər. Biz hücumlarda iştirak etmədik, amma beynəlxalq tərəfdaşlarımız, o cümlədən ABŞ, İsrail və regiondakı tərəfdaşlarımızla sıx əlaqədəyik. İ3 ölkələri İran rəhbərliyini danışıqlar yolu ilə həll axtarmağa çağırıb. Rusiya isə ABŞ və İsraili İranda rejimi dəyişmək cəhdində ittiham edir. Vaşinqton və Tel-Əviv suveren dövlətin rəhbərliyinin qətlə yetirilməsi kimi ən vicdansız vasitələri əl atmaqla İranda rejim dəyişikliyinə nail olmağa, İranla onun ərəb qonşuları arasında normallaşma prosesini pozmağa çalışır. Yaxın Şərqdə gərginləşən vəziyyət neft və qaz qiymətlərinin kəskin artmasına, dolların yüksəlməsinə səbəb olub. Avropada qaz qiymətləri 37,5% artaraq 1 illik maksimuma çatıb. Analitiklər Hörmüz boğazının bağlanmasının enerji qiymətlərini daha da artıracağını ehtimal edir.